Salam, hər vaxtınız xeyir. Bugün sizinlə 9 sinif üçün nəzərdə tutulmuş DİM-in 20 variant sınaq imtahanı kitabından sınaq imtahanı 18-ə nəzər yetirəcəyik. Bu sınaq imtahanında ümumi suallardan təşkil olunmuşdur. Kanalda digər 17 sınaqda yerləşdirilib. Siz o sınaq nümunələrinə də baxıb müəyyən bir biliklərə sahib ola bilərsiniz. Eyni zamanda videoları bəyənib kanala abunə olaraq da öz dəstəyinizi bildirə bilərsiniz. İndi isə suallara baxaq. Birinci sual. Amonimlərdən ibarət cərgəni müəyyən edin. A bəndinə baxaq. Göy sözü. Göy sözü amonimdir. Bir, rəng mənasında, bir, səma, göyün üzü mənasında, bir də göyərti mənasında. Təzə tər göyərtiyə göydə deyilir. Xal sözü də amonimdir. Xal. Biri var hər hansı bir yarışda qazandığımız xal, digəri isə insan bədənində olan müəyyən bir kiçik ləkə. Şor. Biri var şor, duzlu mənasında, bir də şor süddən hazırlanmış pendirin bir növü. Ona görə də bu sözlər amonimdir. Cavab olur A bəndi. İkinci suala baxaq. Sənətkarlıq istəyi birləşməsində aslı tərəfin fonetik təhlilə bağlı səhv fikirləri müəyyən edin. Aslı tərəf deyirsə birinci səhvə baxırıq. Fonetik təhlil istəyirsə hər zaman sözün düzgün tələffüz qaydasını yazmalıyıq. Ona görə də birinci tərəfin düzgün tələffüz qaydasını yazaq. Sənət. Biz bilirik ki, normalda söz ortasında iki kar samit yanaşı gələrsə, ikinci öz cingitli qarşının əvəz olunur. Amma kar və keş şəkilçiləri istisnadır ki, onlarda heç bir dəyişiklik baş vermir. Sənət, kar, r. Burada isə q olacaq. Niyə q olacaq? Çünki özündən sonra saitlə başlanan söz və ya şəkilçi gələrsə, söz sonundakı samit cingitli tələffüz olunur. Burada da q-dan sonra i gəldiyi üçün q ilə əvəz olunur. İndi baxaq. Deyilişi yazılışından fərqlidir. Bəli, burada fərqləri gördük. Biri çıxırıq. Tərkibdə yanaşı işlənmiş 2 r samiti var. Bəli, gördük. Sözdəki g samitinin kar qarşılığı var. Sözdə g samiti yoxdur. Bu səhv fikirdir. Sonundakı x samiti kar samitdir. Cingitli qarşılığıdır. Sözün sonunda x deyən bir samit yoxdur. Ona görə də 4-də götürürük. Vurğusu sonuncu hecəyə düşür. Bəli, cavab olur D bəndi. 3. Onun kimlərin kəlamları el dilindədir cümləsi haqqında yanlış fikri müəyyən edin. Hər iki baş üzv söz birləşməsi ifadə olunub. El dilindədir. Nə? Onun kimlərin kəlamları. Düzdür. Müəyyən şəxsi sadə cümlədir. Bəli, baş üzvlərindən təşkil olunmuşdur və mübtəda olduğu üçün müəyyən şəxsi cümlədir. İsmi xəbərlidir. Bəli, el dilindədir. Hərəkət yoxdur. İki ismi birləşmə işlənmişdir. Bəli, burada mübtədada, xəbərdə ismi birləşməyə ifadə olunmuşdur. Cümlə tamamlıqla başlayır. Xeyr, cümlədə ümumiyyətlə tamamlıq yoxdur. Cavab oldu E bəndi. 4. Uyğunluğu müəyyən edin. Feili xəbərli, ismi xəbərli cümlələr. Bu məktubu sabah oxuyası idi. Bu lazım şəkildə lazım feilin şəkilləri hər zaman feilin şəkilləri hər zaman feili xəbərli olur. Ona görə bu gedir feili xəbərə. İş gücü həyətə otlardan təmizləmək idi. Məstər varsa, məstər olan cümlə ismi xəbərli olur. Çünki məstər, feili sifət, feili bağlama təsriflənməyən formalardır və onlar şəxsi və kəmiyyətə görə dəyişmir. Ona görə də cümlənin feili xəbəri ola bilməz, amma ismi xəbər ola bilir. Bu məlumatlar mənə lazım deyil. Lazım deyil. Predikativ xəbərlərdir və onlar da olan cümlə ismi xəbərli olur. Ona görə bu gedir C-yə. Nə üçün onunla görüşə bilmədin? Bu da olur feili xəbər, çünki hərəkət var. 1-ə A, D, 2-yə B, C, cavab olur A bəndi. 5. Qrammatik baxımdan yanlış nümunəni müəyyən edin. Almayam, alam, almayam, deyəsi idik, deməyəsiniz, oxumaq deyil, yazmayasınız. Burada feil lazım şəklindədir və biz bilirik ki, feilin lazım şəkli inkar şəkildə deyil hissədiyi ilə inkarı formalaşa bilir. Ona görə də bu səhvdir. Burada yazası deyilsiniz olmalıydı. Cavab olur C bəndi. 6. Səadət dünən ora baxa-baxa gedirdi cümləsindəki sözlərin morfoloji təhlilə bağlı səhv fikirləri müəyyən edin. Səadət adlı qalda işlənmiş xüsusi isimdir. Bəli, biri çıxdıq. Dünən zaman mənalı qoşmadır. Xeyr, dünən zaman zərfidir. Bu lazımdır bizə səhv fikir olaraq. Ora isimləşmiş işarə əvəzlidir. Xeyr, ora zərfdir.
Baxa-baxa mürəkkəb tərzi hərəkəti zərfidir. Xeyr, zərfliyidir. Amma nitq hissəsi olaraq feildir. Feili bağlamadır. A ilə düzələn ümumiyyətlə zərf yoxdur. Şəkilçisindən düzələn. 2, 3, 4. Gedirdi, indiki zamanda olan sadə feildir. Bəli, cavab oldu A bəndi. 7. Cümlələrin birində bu əvəzlikdən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Yəni, burada eyni zamanda olan bu əvəzliyi həm hansı, həm də kim sualına, nə sualına cavab verəməlidir. A bəndi, bu məktəbin direktoru Akif müəllimdir. Biri var, deyirsən ki, hansı məktəbin direktoru Akif müəllimdir? Deyir, bu məktəbin işarə olaraq. Bir də Akif müəllimi göstərir şəxs olaraq. Yəni, bu, kim, bu. Məktəbin direktoru Akif müəllimdir. Ona görə cavab oldu A bəndi. 8. Tabesiz mürəkkəb cümlələri müəyyən edin. Hamı sakit dayanmışdı, o narahat idi. Narahat idi o, sakit dayanmışdı kim? Hamı. Burada hamı sakit dayanmışdı, amma ancaq o narahat idi. Bu tabesiz mürəkkəb cümlədir. Hərçənd tabellik bağlayıcısı, ona görə tabesiz mürəkkəb cümlə ola bilməz. Alim vaxtında gəlmişdi, ancaq sənədləri unutmuşdu. Burada hər iki işi alim gördüyü üçün bu mürəkkəb cümlə deyil. Evə yaxınlaşında dünənki hadisəni xatırlayıb həyəcanlandım. Bu sadə cümlədir. Şah Təbriz haqqında düşünür, şəhər xəyalında canlanırdı. Düşünürdü şah, canlanırdı şəhər. Burada olur 5. Cavab oldu 1-5 A bəndi. 9. Ora, dağın yamacı sıldırım qayalarla əhatə olunmuşdur cümləsində əlavə hansı üzvə aiddir? Ora, sıldırım qayalarla əhatə olunmuşdur. Hara? Ora. Biz demişdik ki, ora, bura bu sözləri gördüksə, biz ona yalnız hansı, hara sualın verə biliriksə, olur mübtəda. Həm hara, həm də haraya sualın verə biliriksə, o zaman olur zərflik. 10. Altından xətt çəkilmiş sözün ədəd olduğu nümunəni müəyyən edin. İndi uşaqlar da telefonla maraqlanırlar. Həmçinin, hətta əvəz eləyə biliriksə, bu zaman bu ədəd deyil, bağlayıcıdır. Buna görə A-nı çıxdıq. Bunu sən, yəni təcrübəli nümayəndə də bilmirdi, eləmi? Burada yəni gördük, bilirik ki, yəni həm bağlayıcı, həm ədəddir. Yəni ədəd olarsa sual cümləsi yaradır və sonunda sual işarəsi qoyulur. Bağlayıcı olarsa orada artıq o aydınlaşdırır. Burada da sonunda sual işarəsi qoyulduğu üçün amma burada sualı yaradan yəni deyil, elə midir, ədəddir. Ona görə burada diqqətli olmaq lazımdır. Yənini görüb cümlənin sonunda da sual işarəsini gördükdə biz elə bu variantı götürməməliyik. Baxmalıyıq ki, orada məna nə ifadə edir? Bunu sən, yəni təcrübəli nümayəndə burada bunu aydınlaşdırır, yəni səni aydınlaşdırır. Ona görə bu burada aydınlaşdırmadır. Burada sualı yaradan isə mi ədatıdır. Bizdə də mi ədatının altından xətt olmadığı üçün biz bunu götürə bilmərik. Dedim, ancaq o mənə hələ də inanmır, amma ilə əvəz eləyə biliriksə bağlayıcıdır, yalnızdan əvəz elirsə ədaddır. Bilir ki, hələ gec deyil, bilir ki, 2-dən əvvəl feil, özündən sonra vergül qoyubsa bağlayıcıdır. Biz ki, əlbəttə onu yaxşı tanıyırıq, burada isə ki, artıq ədad kimi çıxış edir. Ona görə cavab olur E bəndi. İndi isə mətn suallarına keçək. İlk mətni mühakimə etməmişdən əvvəl fikirləş. Mətnlə bağlı suallara baxaq. Mətnlə bağlı doğru fikri müəyyən edin. Həkim yorğun olduğu üçün əməliyyat otağına gec daxil oldu. Xeyr, biz bildik ki, onun oğlu da yaralıdır və oğlunu da əməliyyat etməlidir. Ona görə gecikib. Tibb bacısı pasiyenti tanıyırdı. Xeyr, həkim təmkinli adam idi. Bəli. Mətndə hansı məlumata rast gəlinir? Xəstəxanada gözləyən şəxsin ixtisası, biz bunu bilə bilmirik. Xəstənin xəstəliyinin səbəbi bu da bilinmir. Həkimin gecikməyinin səbəbi, bəli, biz onun sonunda tibb bacısının dilindən bilirik. 13. Mətndə qarşısında işarələr qoyulmuş sözlərdə məcazi mənada olanları müəyyən edir. Daxil olmaq həqiqidir. Yollandı, bu da həqiqidir. Başqa hansı sözlər var burada? Bu qədər vaxt almaq, bu məcazidir. Əlimizdən gələni edəcəyik, bu da məcazidir. Və 3 bucaq. Cavab olur C bəndi. 14. Tünd qara hərflərlə verilmiş sözün şərhinin düzgün verildiyi bəndi müəyyən edin. Tünd qara hərflərlə verilmiş söz pasiyent sözüdür. Və bu sözün mənası həkimin yanında müalicəyə gəlmiş xəstə deməkdir.
15. Çərçivədə verilmiş sözün yerində işlənə bilən nümunəni müəyyən edin. Mühakimə etmək, günahlandırmaq. 16. Mətndə nöqtələrin yerinə uyğun gələn məcazi mənalı ifadələri müəyyən edin. Nöqtələrin yeri. O otağa çatanda pasiyentin atasının gözləmə zalında olduğunu gördü. Onu görən kimi ata səsini başına atdı, özündən çıxdı. Cavab olur D bəndi. Çünki o sonradan vaxt aldı. Siz bilmirsiniz ki, mənim oğlumun həyatı təhlükədədir. Yəni qəzəblə dediyi üçün bu fikirlər bura daha uyğundur. Mətndən çıxan fikri müəyyən edin. Səbir insana məxsus gözəl xüsusiyyətlərdən biridir. Bəli. 18. Qarşısına rəqəm yazılmış hansı cümlə düz xətt işarəsinin yerinə yazılsa, mətndəki fikirlərin ardıcıllığı bərpa olunar. Burada düz xətt çəkilmiş isə buradır. Tibb bacısına deyin. Burada tibb bacısı həkim yenicə getmişdi ki, tibb bacısı gəldi. Biz həmin cümləni buraya yaza bilərik. Ona görə 3 qoyulan cümləni yaza bilərik. Cavab olur C bəndi. 19. Altından xətt çəkilmiş sözün məcazi mənalı qarşılığını müəyyən edin. Altından xətt çəkilmiş sözə baxaq. Məsləhət vermək. Məsləhət vermək, məsələn, ağıl vermək. Ağıl vermək, yol göstərmək, fikir vermək, yəni müəyyən bir fikri söyləmək mənasında da bunu məcazi kimi götürə bilərik. 20. Mətnin üzərində rəqəm yazılmış ifadələr əsasən cədvələ tamamlayan fikirləri yazın. Üzərində rəqəm yazılmış sözlər. Burada həkim yenicə getmişdi ki, bunu götürürük. Digəri isə bir hardadır? O otağa çatanda. Çatanda bir də yetişmişdi, getmişdi sözləridir. Bunların qarşılığında məsələn həkim yenicə getmişdi ki, onun qarşılığında məsələn getmək mənasında tərk etmişdi, uzaqlaşmışdı mənasında işlədə bilərik. Digər söz isə o otağa çatanda. Otağa çatanda, o otağa yetişəndə, yəni həmin məkana yetişəndə mənasında işlətsək, bu artıq onun məcazi mənada olmuş olacaq və buna uyğun da cümlələrdə biz onu işlədə bilərik. Digər mətnə keçək. Pompey şəhər. 21. Mətnə əsasən klass dili tamamlaya bilən fikirləri müəyyən edin. Domenico Fontana. Memaridir. Bəli, söhbət burada onun haqqında burada gedir. Memaridir. Su tuneli qazıntıları zamanı şəhərin qalıqlarını təsadüfən aşkar etsə də, buna çox önəm verilməmiş və rəsmi olaraq qazıntılar 1748-ci ildə başlanmışdır. Burada su tuneli qazıntılarına məşğul idi. Tapıncıya əhəmiyyət verilmədi. Bəli, bunların ikisini götürürük. Cavab olur 2-3 A bəndi. 22. Hansı fikirlər mətnə aid etmək olmaz? Pompey dənizə yaxın yerləşirdi. Bəli, burada deyir ki, dənizə yaxın olması şəhər həm iqtisadi cəhətdən yüksəldirdi. Ona görə bu düz fikirdir. Birləri çıxırıq. Pompey elə ilk ciddi təbiət hadisəsi sonra məhv olur. Xeyr, ondan öncə də o Vezuvi vulkanı bir neçə dəfə, burada onun haqqında məlumat vardı. Zaman aktivləşən Vezuvi vulkanı var idi. Yəni ilk ciddi təbiət hadisəsində olmur. Pompey yaxınlığı ilk dəfə vulkan püskürməsi baş verdi. Xeyr, zaman bu baş verirdi. Uzun müddət Pompey şəhəri haqqında məlumat olmayıb. Bəli. Pompeydə təhlükəsizlik səbəbindən tədqiqatlara icazə verilmir. Xeyr. Burada bu da səhv fikirdir. Cavab olur B bəndi. 23. Üzərində rəqəm yazılmış sözlərdən birinin mətndəki mənası düzgün verilməyib. Baxaq. 1. İqtisadi. Təsərrüfata aid olan. Həm iqtisadi cəhətdən yüksəldirdi. Ola bilər. Bu düzgün mənada verilə bilər. 2. Güzəran. Dolanışıq, yaşayış, həyat. Bəli, ola bilər. 4. Sanki illərin təzyiqi dağda toplanmış. Yüksək gərginlik altında işləmək. Xeyr. Burada təzyiq həmin mənada işləmir. 24. Hansı cümlələ mətni genişləndirmək olar? Roma qoşunları şəhəri mühasirəyə almışdılar. Xeyr. Ticarət əlaqələrinin zəifləməsi tənəzzülü qaçılmazdır. Xeyr. Şəhər rəhbərliyə qarşı çıxmış üsyançılar şəhərdə ciddi şəkildə səs-küy yaradırdılar. Xeyr.
Tapıntılarla əlaqədar su tuneli qazıntıları dayandırılmışdı. Xeyr. İtaliya hökuməti bu şəhərin bərpasına və araşdırmasına milyonlarla avro pul ayırır. Bunu isə ora yaza bilərik. Çünki onlar onu araşdırmağa səy göstərirlər. 25. Əvvəlində qoyulmuş sözlə bağlı cədvəldəki doğru fikirləri müəyyən edin. Qarşısına qoyulmuş söz Pompey şəhərini ağuşuna almışdı. Biz indi burada həmin sözlə bağlı onun mənasını, kontekstə görə mənasını və ona uyğun nümunə işlədəcəyik. Ağuşuna almaq, biz burada bunu məcazi mənada götürürük, çünki həqiqi mənada deyil. Uzaqlaşmışdı anlamındadır, xeyr. Təsir etməyə başlamışdı, xeyr. Əhatə etmişdi, bəli. Ana körpəsini ağuşuna aldı. Dağlar onu ağuşuna aldı. Bəli, bu məcazi mənadadır. Çünki ana körpəsini ağuşuna aldığını həqiqi mənada götürə bilərik. Amma dağlar onu ağuşuna aldı, dağlar onu qucağına aldı mənasında məsələn. Orada artıq o əhatə etmək mənasında, yəni götürə bilmərik. Cavab olur 2, 5, 7, cavab B bəndi. 26. Mətndə tünd qarı hərflərlə verilmiş sözü kontekstə görə əvəz edə bilər. Tünd qarı hərflərlə verilmiş söz yüksəldir. Dənizə yaxın olması şəhəri həm iqtisadi cəhətdən yüksəldir, həm də insanların güzəranını yaxşılaşdırırdı. Yüksəldir sözünə uyğun biz onun həmin mətndə ki mənasına uyğun. Kontekst dedisə, biz mətndə o hansı mənada işlənibsə, o mənada olanı tapmalıyıq və bunun üçün cümləni bütöv şəkildə oxumalısınız. Ona görə də burada cavab tərəqqi edirdi, yüksəlir mənasında, şəhərin yüksəlməyi mənasında, bir də inkişaf edirdi. Cavab olur C bəndi. 27. Mətnlə bağlı hansı fikri əminliklə söyləmək olmaz? Pompeylər Vezuvi dağından təhlükə gözləmirdilər. Əminliklə söyləmək olmaz. Bunu əminliklə söyləyə bilər ki, onlar təhlükə gözləmirdilər və ona görə də ehtiyatsız davrandılar və hər hansı bir təhlükənin olacağını düşünmürdülər. Hər il milyonlarla insan Napoli şəhəri yaxınında turist səfəri edir. Bu mətndə öz təsdiqini tapır. Pompey şəhərində vulkan zamanı dənizin səviyyəsi yüksəlmişdir. Xeyr, burada onun haqqında hər hansı bir məlumat yoxdur. Onlar sadəcə dəniz sahilində yaşayırdılar. 28. Mətndə sizin doğru fikirləri müəyyən edin. Vezuvi vulkanı 79-cu ildə ən aktiv vəziyyətə gəlir. Bəli, burada var idi. 79-cu ildə vulkan püskürməsi şəhəri 15 dəqiqə ərzində məhv etdi. Məhz bu vulkan nəticəsində də o şəhər məhv oldu. Şəhər Roma idarəsinə qarşı etiraz etmişdir. Xeyr. Pompey şəhəri haqqında olan hekayə və əfsanələri birləşdirən ortaq cəhət vardır ki, bəli, burada da deyilir ki, onların hamısını birləşdirən ortaq cəhət vardır. Pompeylər Vezuvini vulkan kimi yox, dağ kimi tanıyırdılar və bir gün belə bir fəlakət yaradacağını güman etmirdilər. Ona görə cavab olur 1 və 3. 29. Mətnə əsasən dünya hələ də tam açılmamış sirlərlə doludur hökmünü, mətnlə əlaqədar fikrinizi yazın. Bunun mətndə də belə bir fikir var ki, ümumiyyətlə o şəhər haqqında, yəni şəhərin məhv olması haqqında, şəhər varlığı haqqında heç bir fikir əvvəllər bilmiblər. Daha sonra təsadüf nəticəsində bu şəhərin vulkan püskürməsində məhv olması haqqında qalıqlar tapıldıqdan sonra məlumat olmuşdur. Onu da bura biz qeyd eləyə bilərik. Çərçivədə verilmiş sözü əvəz edə biləcək məcazi mənalı ifadə yazın və onu cümlədə işlədin. Çərçivədə verilmiş söz. Pompeyin əhalisi vulkan püskürməsindən xəbər verən ilk siqnalları belə anlamamışdı. Söhbət anlamamışdı sözündən gedir və biz ona uyğun əvəz edə biləcək, yəni başa düşməmişdilər. Anlamamışlar, yəni başa düşməmişdilər yazırıq. Məsələn, cümlədə də işlədirik ki, məsələn, siz istədiyiniz cümlədə işlədə bilərsiniz. Məsələn, o dərsi başa düşmədi, o bu məsələ haqqında fikirləri başa düşmürdü, cümlələrini də qeyd edə bilərsiniz.